8-ci sinif 23-cü mövzu. Həcmli naxış tikmə. Həcmli naxış tikmə əl sənətidir. Əsası İngiltərədə qoyulub. 3D effekti yaradır və canlı şəkil yaranır. Həcmli naxış tikmə nəticəsində canlı şəkil yaranır. Həcmli naxış tikmə müstəvi naxış tikməyə nisbətən yüksəlir, səth üzərində yüksəlir və naxış tikilən parça ifadəli relyef verir. Necədir? Biri var adi düz tikiş, biri var isə həcmli tikiş. Bu parçanın üzərində relyef yaradır. Baxın şəkil 1-də. Tikmə üçün nə lazımdır bizə? Sıx toxunuşa malik, deformasiyaya dözümlü parça götürmək lazımdır. Sıx toxunuşa malik və dözümlü parça götürmək lazımdır. Bunlara aid trikotaj, kətan, plastik, kanva və cins parçalar ola bilər. Trikotaj və kanva nədir? Trikotaj maşın ilə toxunulmuş parçadır. Maşın ilə toxunmuş parça. Kanva isə dama parçadır. Yəni, düşünün ki, riyaziyyat vərəqi kimidir parçanın üzəri. Üzərində hazır damalar verilib. Siz bu damaların arasından tikişləri keçirirsiniz. Naxış tikmək üçün yun, pambıq, ipək, saplardan istifadə olunur. İynənin seçilməsi sap və parçadan asılıdır. Saplardan və parçadan asılıdır. İynənin seçilməsi saplardan və parçadan asılıdır. İynəmiz nə qədər nazik olarsa, bir o qədər işimizə səliqəli alınır. Naxış tikmək üçün kərgah və ya çərçivə lazımdır. Təsvirin salınması üçün parçanı kərgahda dartılması vacibdir. Birinci kərgahda onu dartırıq. Sonra bizə lazımdır kiçik qayçı, oymaq, sürət çıxarma kağızı, karandaş, santimetr lenti bizə lazımdır. Həcmli naxış tikmədə tətbiq olunan üsullar hansılardır? 1. İynə qabağa tikişi. İynə qabağa tikişində açar sözümüz gah üz, gah astar tərəf. Gah üz, gah astar. Və sırıqlar arasında uzunluq 0,5 cm-dir, aşmır. İynə arxaya tikişdə iynə ardıcıllıq kimi düşə bilər. İynə arxaya tikişin ardıcıllığı. İynə parçanın üst tərəfinə çıxarılır. İlmənin ölçüsü qədər sağa batırılır. Sonra iynə astar tərəfə keçirilir və birinci taxılma yerindən iynənin ölçüsü qədər sola çıxır. Baxın, budur. Sizlə biz bunu 7-ci sinifdə keçmişdik. Tikiş soldan sağa, tikişin sırıq araları isə soldan sağadır. Tikişimizin özü sağdan soladır. Tikiş sırıq araları isə soldan sağadır. Birinci sağdan sola tikib gedirik. Belə tikib gedirik. Sonra baxın, düşünün ki, budur iynə qabağa. Sonra iynə arxası eləyib bu boşluqları doldururuq. Bu boşluqlar doldurulur. Gəldik növlərinə. Həcmli naxış tikmənin növləri. Həcmli naxış tikmənin növləri saplarla, həcmli xaçvari və sıx. Saplarla da açar sözümüz. Deyir ki, həcmli naxış tikmədə sadə, irəli, arxaya tikişlər işlənilir. Mulinə və yun saplardan istifadə olunur. İşlədilən sap qalın və nazik olması hesabına təsvirimizin qabarıqlığı əldə edilir. Təsvirin qabarıqlığı sapın qalın və nazik olması hesabınadır. Bunun əsasən kamil usta yerinə yetirən zaman, yəni kamil ustası olmaq üçün sap seçimini etməyinizin sirlərini yələmək lazımdır. Və təzə başlayanlar üçün kətan kanva naxış tikmək üçün daha rahatdır. Kətan kanva. Gəldik xaçvari. Xaçvaridə nədir? Xaçvari ən məşhur növüdür. Ən məşhur xaçvaridir. Və bunlar çarpazlaşma hesabına əmələ gəlir. Saplar çarpazlaşır belə X kimi xaç. Bu zamandakı materialın seçilməsi böyük üstünlük viskoz, yun, ipək saplara verilir. Və bu zamandakı dedik ki, viskoz, yun, ipək saplar. Və bu zaman bunlar daha gözəl və həcmli alınır. Həcmli sıx naxış tikmə. Bir-birinə sıx yapışan, açar sözümüz sıx yapışan. Təsviri dolduran düz sıra arası
tikişlər. Təsviri dolduran düz sıra arası tikişlərlə aparılır və açar sözümüz sıx təsviri dolduran. Bunlarla süfrə, geyim, dəsmal, salfet, yaylıq və s. bunlar hazırlanmaq mümkündür.